Hamıya salam, yeni vloguma və kanalıma xoş gəlmisiniz. Bu vlogda Özbəkistandan gələn dostlarımızla vaxt keçirəcəyik və həmçinin də müəyyən səbəblərə görə Bakıda olsaq da bir neçə günü oteldə qalmalı olduq. Ona görə bu sizi çaşdırmasın. Yəni biz Özbəkistana getməmişik. Sadəcə dostlarımız yanımıza gəlib. Hamıya xoş seyirlər. Burada gəlmişdik Tiyumiyə, çünki qonaqlarımız bubble tea istəyirdi. Ona görə ilk ağlımıza gələn və bizə yaxın olan məkan buydu. Məkanın ümumi bu havası Çin üslubundaydı. Bəzi kadrları sizinlə də bölüşmək istəyirəm. Deməli, indi gedirik səhər yeməyinə. Burada ümumi bu havadadır. Deməli, burada səhər yeməyi seçimlərində ümumi seçimlər var. Fərqli növ meyvələrdir və doğranmış formada və ümumi tərəvəzlər. Və həmçinin də bu hissədə var. Bu hissədə də isti qarnınlar və sadə. Bu tərəf artıq şirniyyatlara doğru keçirik. Rəhbələr və s. Deməli, bunu da ayrı sifariş etdim. Göbələkli və pendirli omlet. Belə. Bu da təkəm. Heç kəs yoxdur. Sabahınız xeyir olsun. Artıq oyanmışam. Gəlin gedək sizə buradan balkonumuzu göstərim. Eyvanımızı. Hilton otelin yanıdır. İçəri qayıdaq, baxın. Deməli, bizə birinci bu otağı veriblər, amma dəyişməlilər. Burada iki ekran televizordur, komputerlardır. Bu tərəfdən görüntü çox da wow deyil, amma burada musiqi qoşa bilərsiniz. Məsələn, daha sonra bu hissəyə keçək. Hello! Əsas məsələ böyük güzgü var. Masadır. Burada əşyalarımızdır bəzi. Belə. Bu hissə istirahət zonası. Burada paltolardır. Və burada düyməciklərlə hər şeyi edə bilərik. Baxın. Dadam! İşıq yandı. Bura qardirob otağıdır. Yetərincə genişdir. Bu hissədə isə çay və kofe içə biləcəyiniz hissədir. Burada belə çaylar var, fərqli növ. Kofe. Bar sayılarda bura. Burada heç nə yoxdur. Bu hissədə soyuducudur və soyuducuda təbii ki, fərqli növ içkilərdir. Burada snacklardır, Lay's'dir, Peanuts'dır. Kofe maşınıdır. Özünüzə kofe içə bilərsiniz, çay içə bilərsiniz, sudur. Burada yenə də güzgüdür. Bu girişdir. Buradan işıq yandırırıq. Tak. Belə. İşıqlar yandı. Buradan bu düyməni basıb buranı açı da bilərik. Voila ki gün ışığı gəlsin. Deyəsə neysə bastım. Burada qalxır.
Belə tam açırsız qalxır. Burada da adi hamam otağıdır. Burada duşdur. Sadəcə olaraq jacuzzi ilə otaq istərdik. Əgər alsa ona dəyişəcəklər. Özümə çay düzəldəcəm və makyaj ilə çay içə-içə hazırlaşacağım. Bacarımda öyrəndim ki, bəli, çox şey çatdırırım gün ərzində, amma daha çox istəyirəm. Ona görə düşünürəm ki, düzgün idarə etmə prinsiplərini tətbiq edərək bunu da etmək mümkündür. Deməliyim, artıq hazıram və çıxmaq zamanıdır. Salam! Всем привет! Скажи, что ты на узбекском. Что сказать? Здоровься. Hammaga assalomu alaykum. Тоже salam alaykum. Onlarda da eynilə bizim kimidir və bir çox sözlər oxşuyur. Və planda var ki, birlikdə oxşar sözləri, oxşar ifadələri söyləyərək videolar çəkək və yaxud da oxşar olmayan ifadələri, belə deyək, dil müqayisəsi. Gəldik yeməyə, indi əsas sifarişimizi gözləyirik. Bu dəfə Cafe City üst tutduq. Bu filialı da gözəldir. Buranı bəyəndik. Sifarişlərimiz gəldi. Kirsə, pastet ilə. Bu toyuqdur, yanında kartofla. Nuş olsun. Bugün biraz pozmaq olar. 2 gündür, artıq 3-cü gündür ki, şirniyyat ümumiyyətlə yemirəm. Şirin də işte yemirəm. Buna görə yeni aldığım şalvarı giyindim və çıxırıq yenə. Voila! Джон, я очень боюсь таких. Поздравляю вас с годовщиной. Bu arada bu С 8. месячновщиной. Спасибо. Bu arada 8 ayımızdır. С 8-месячными вас поздравляю. Bizim otağımızda mini parti. Çay içmə mərasimi. Biz bu arada otağımızı dəyişmişik. Onu sabah göstərərəm sizə daha ətraflı. Deməli, indi onlayn dərsə başlayıram. Paralel olaraq burada günün to-do listini yazacağım ki, nələr etmək lazımdır bu günə. Burada da canlı yayım gedir. Otağımızı da dəyişmişik. Sizə göstərəcəm dərslərim bitəndən sonra. Чаги соге. Дальше. Çoğum это впервые, в первый раз. Amanna da знаем. Deməli, bu hissədə, spa hissədir və idman zalı buradadır. İdmanla məşğul olmaq istəyirsə, buradan istifadə etmək olur. Bu hissədə girişdir, belə sakitləşdirəcək misafirindəki spa hissəsi. Orada hamam, burada kişilər üçün, burada fitness qadınlar üçün. Burada relax otağı. Belə.
birlikdə gəzməyə. Gecə saat 1-in yarısıdır. Çıxmışıq. Qonaqlar içəridə gəzməyə. Sabahınız xeyir olsun. Bugün təəssüf ki, oteldə son gündür. Sizə düzdür göstərməmişəm hələ tam olaraq otağı. Biz otağı dəyişmişdik. Və bu da terasdır. Onlardan Crystal Hall və Bayraq meydanı görünür. Belə. Digər hissəsini isə artıq indi səhər yeməyini gedirəm. Dönəndə göstərəcəm. Bura hol hissəsidir. Gedək birlikdə səhər yeməyinə. Baxın. Belə. Xormalar da burada. Bu hissədə. Bizdə sonuncu mərtəbəydi. Burada pləkandan düşməliyik 3-cü mərtəbəyə. Buradan sonra da liftə minəcəyik. Burada da yenə oxşar tematikadır. Burada dostlarla əyləşib söhbət edirdik. Gedək. Gəldik səhər yeməyinə. Təəssüf ki, bir çox şey bitib. Amma öyle çalışdık vəziyyətdən bir tər çıxaq. Məsələn, şokoladlı krasan bitib, amma Nutella ilə krasan götürdük ki, heç olmasa biraz kompensasiya edək. Gelmiş şimdi Gürcü restoranına. Gelmiş şimdi Gürcü restoranına. Burada pxali asarçı sipariş verdi. En sevdiğim budur. Burada Gürcü salatı var idi. Artık bitirmişik ve diğer siparişlerimizi de gözləyirik. Можно кушать? Yani? Elhamdülillah, sağ olun. Это ты? Давай, ты красить, и так будет. Çıkan gelin. Növbəti sifarişimiz göbələk şorbasının içində göbələk çox azdır. Kartof supu da məncə. Gəldik bura parkura. Biz otelimizin arxasındaymış. Basenə girmək istəyirik. Məndə isə çimərlik geyimi yoxdur. Təəssüf ki, ona görə çalışacağıq tapaq. Клубничкой. Брат, ты чё? Нормально. Burada çaylardır. Burada isə güya sizin üçün room tour çəkirəm və yavaşlanmış kadr başlayır. Sən demə onu basmışam. Ümumi olaraq iki otaq bir-birinə bənzəsə də bu otaq daha geniş idi və jacuzzisi olmağı ilə fərqlənirdi. Bar hissəsi demək olar eyni idi. Sadəcə olaraq bu otaqda o birisinə nisbətən qardirob hissəsi balaca idi. Yəni ayrı-ayrılıqda qardirob yox idi. Burada gördüyünüz kimi belə bir istirahət güşəsi var. Daha sonra ən vaciblərdən tərəzi idi və ümumilikdə bu otağı çox bəyənmişdik. Və keçid edirik ən vacib hissəyə. Bura otaq deyil, sadəcə burada işləmək zonasıdır, istirahət zonası. Belə. Və indi terasa keçək. Buradan açırıq. Hola. Hava çok güzeldi. Burada əyləşib çay içə bilərsiniz, istirahət edə bilərsiniz, film izləyə bilərsiniz. Və orada da Bayraq Crystal Hall. Bayraq meydanı. Good morning. Sabahınız xeyir. Bugünkü işte yemeğine
Ты снимаешь позорный обзор еще? Bay bay, otağımız, otelimiz. Artıq bura öyrəşmişdik, amma heyfslənmirik, çünki evə gedib hazırlaşmalıyıq ki, növbəti səfərlərə hazırlaşaq. Bugünlük bu qədər. Növbəti bir vloqun sonuna gəlib çatdıq. Sonadək izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub, videonu bəyənib, dostlarınızla bölüşüb, rəy bölməsində də fikirlərinizi yazmağı unutmayın. Həmçinin də ən son xəbərləri bilmək üçün Instagramdan və TikTokdan izləməyi unutmayın. Gələn videolara dək özünüzə yaxşı baxın. Sağ olun.